Azərbaycanın ən lazımsız fenomeni kimdir? Ən lazımsız filmi məndən ötəri baboş, zəhləm gedir. Səbəb götü başı düzəlmədir. Çünki kişi olmalıdır, düzəlmə olmamalı. Sağ olun. Üzeyir Mehdizadə. Bayağı musiqilər, bayağı mahnı oxumalarıdır. Düzdür, tanınıb, məşhur olub Azərbaycanlı bir mahnı oxuyan kimi bayağı musiqilərlə. Şəxsi fikrimdir. Baboş, bambıldır. Çəkdiyi videolar mənasızdır. Ən sevmədiyin hərəkəti nədir ki onun? Sən xoşlamırsan onu. Özü qız kimi aparmağı. Koti, bəyənmirəm. Çox açıq olduğuna görə. Açıq-saçıq geyindiyinə görə deyim. Vaqa. Xoşuma gəlmir də yəni videolar. Baboş. Biraz qız kimi aparır zaten özünü. Roş, xoşum gəlmir. Hansı hərəkəti xoşuna gəlmir? Ümumiyyətlə xoşum gəlmir. Vaqa. Səbəb? Nə bilim, ümumiyyətlə xoşum gəlmir. Defsin rəqibi var, o avtofotdan dedilər, onun adı nə idi? Mənasız videolar çəkir, onunla bundan qabağa gedir. Baboş. Başqa? Elə onun kimilərdir. Yaxşı nümunə deyil də yəni. Baboş. Qadın kimi hərəkət edir, belə kişiyə xas hərəkətlər eləmir. Uşaq da baxıb ondan nə götürsün? Baboş kimlər olar da, başqa kim olar ki? Baboşdan başqa yəni hamı təmizdir. Hamı baboşdur. Təmiz baboşdur, ləmandır. Onların kırığı da hamısı.